e, inflyasiya artanda bizim borc portfeli böyüyür, çünki insanlar daha çox kredit götürür filan. Onu başa düşür ki, hə, məntiqli səslənir də, məncə də elə olur. Və elə olmursa artıq ona müdaxilə edirik ki, bəlkə model nəyəsə yanlış öyrənir və s. Amma Black Box o modelə deyirik ki, mən onu açıb izah eləməkdə çətinlik çəkirəm. Data science background olmayan, süni intellekt background olmayan bir insana. Çünki yəni zaten bunu bilirsə, onsuz da izah eləmədən də başa düşür, yəni ya rahat izah oluna bilir. Əsas məsələ burada, yəni computer science sahəsi ilə əlaqəsi olmayan, deep learning-lə əlaqəsi olmayan insanlara bunu izah edə bilmiriksə, bu artıq black box model kimi qarşılanır. Məsələn, deep learning modellərinin özü, neyron networklar, neyron şəbəkələr. Bunu izah etmək ki, bu neyron belə işləyir, bu niyə bu şəkildə öyrəndi, learning rate nədir və s. Bu çox belə ağır bir prosesdir. Gərək o insana məsəl üçün bir 6 aylıq kurs tədris eləyək ki, o mövzuları bilsin. Amma iş prosesində bu real deyil və buna ehtiyac olmamalıdır. Ona görə də bu cür modellərin istifadəsi adətən bir necə deyim, bir müdafiə ilə, bir müqavimətlə qarşılaşır ki, biz arxada nəyin getdiyini anlamırıq. Bəs insan beynini başa düşürükmü? Yəni insan beyninin necə qərar verdiyini bilirikmi? Yeri gələndə insan beyni ən black box modellərdən biridir. Çünki indiyə qədər necə işlədiyi kəşf olunub, aşkarlanıb, çıxarıla bilmir. Yəni hər gün beyinlə bağlı yeni bir şey oxuyuruq və bəzən bu məlumatlar bir-birini təksib edə bilir. Çox qarışıq bir modeldir də, ki, neyron şəbəkə modelidir o da, amma çox daha mürəkkəb və insanların hələ ki, heç bir şəkildə uzaqdan yaxından ona yaxınlaşa biləcək bir model qura bilmədiyi bir modeldir. Amma insanın özəlliyi odur ki, insan bir qərarı verəndə ən azından onu öz başa düşdüyü şəkildə niyə elə qərar verdiyini izah edə bilir. Yəni biz bir həkimdən bir xəstəyə yanlış müalicə yazanda belə niyə bu qərara gəldin deyə soruşanda o deyə bilir ki, yəni mən tutaq ki, bu simptomları gördüm və qərar verdim ki, xəstəlik budur, bu şəkildə müalicə etdim. Gözümdən qaçan məqam buydu və o onu deyəndə artıq qərar verilir ki, bu gözdən qaçan məqam böyük bir məqamdırmı, yoxsa ciddi bir keysdirmi, buna görə həkimi həqiqətən cəzalandırmalıyıq mı, yoxsa bu hər insanın başına gələ bilərmi kimi. Bu artıq o qərar verilə bilir, çünki izah edə bilir vəziyyəti və ya həmçinin risklərdən qabaqcadan xəbərdar edə bilir pasiyenti ki, biz sizə bir müalicəni tətbiq edəcəyik, amma bunun belə bir riski var. Tutaq ki, əməliyyata girirsiniz, amma əməliyyatın belə bir riski də var. Əməliyyatdan sonra bu hallar yaşana bilər. Bu hallar yaşanarsa təhlükəlidir, yaxud təhlükəli deyil deyə AI verdiyi qərarı izah edə bilmir. Digər bir krizislərdən biri isə prompt hackingdir. Yəni dediyim kimi biz cümlələrimizi manipulyasiya eləyərək bəzən süni intellekt modellərinə illegal işlər gördürə bilərik və bu da bütün кейslərdə baş verə bilər. Yəni adi evdə oturan biri də ChatGPT-yə çox yaxşı manipulyasiya olunmuş bir şəkildə elə bir prompt yaza bilər ki, o onun dediyi mövzuda ona kömək eləsin. Yaxud yəni tipdə də digər mövzularda bu kiminsə həyatına zərər vurmaq üçün istifadə oluna bilən bir şeyə çevirə bilir. Constitutional AI-dan danışdıq ki, bunu qorumaq üçün belə bir müdafiə mexanizmi təsis olunub süni intellekt şirkətləri tərəfindən, lakin bu yəni də hər zaman kifayət etmir. Çünki necə ki, insan manipulyasiya oluna bilir, süni zəka insan kimi düşünə biləcək həddə çatsa belə, bu onu yəni də manipulyasiyaya açıq bir şey eləyəcək və hətta belə bir cümlə var, bəlkə eşitmisinizdir, süni intellekt modeli insan kimi ağıllı olduqca daha çox səhv eləməyə başlayır. Çünki bugünə qədər avtomatlaşmış qurğular, alətlər dəqiqlik prinsipi ilə bir növ elə bir işləyirdi və bu onları səhvə daha az yatqın bir şey eləyirdi. Amma belə bir o zəka dediyimiz anlayış genişlənməyə başladıqca bu cür sistemlərdə də bu onların insan kimi səhv eləməsinə gətirib çıxarır. Necə ki, insan xatirələri yanlış şəkildə yadda saxlayır, süni zəka modelləri də halüsinasiya eləyir. Və bu da modellərin əlbəttə ki, zaman-zaman yanlış məlumatlar verməsinə gətirib çıxara bilir. Süni intellektlə bağlı etik sərhədlər var, yəni etik prinsiplər var, hansı ki, bunlara cavab verməlidir və bunlar hamısı əsasını götürür tipdən. Yəni süni intellektlə bağlı etik qaydalar hamısı tip əsaslı formalaşıb, tibbin etik qaydaları əsasında formalaşıb. Bunlardan biri non-maleficence, yəni bir süni zəka aləti heç kəsin həyatını risk altında qoymamalıdır. Eynən tipdə də bu
qayda var. Bu da Hipokrat andından çıxarılmış, formalaşmış etik qaydalardır. Yəni heç bir insanın həyatını məqsədli şəkildə və yaxud məqsədsiz də ola bilər, amma bir riskə atmamaq. Burada risk anlayışı yenə şəkil dəyişir. Tutaq ki, əgər mən bir xəstəni müalicə eləyirəm, yenə həm tibbi, həm AI-ya aid bir nümunə olsun deyə deyirəm və o insanın həyatını müalicə ilə xilas edə bildiyim halda belə bu müalicənin əks təsirləri də var. Tutaq ki, adi bir dərman preparatı qəbul edirsə, onların hamısının əks bir tərəfi də var. Amma bu niyə etikdir? Çünki o əks tərəfi ilə bərabər mənə həm də xeyir verir və burada xeyiri və ziyanı alan eyni insandır və bunu öz razılığı ilə alır. Həkim mənə izah edir ki, bax bu dərmanı içəcəksən, sənə bunun mənfi tərəfi də olacaq, amma sən həmçinin sağalacaqsan. Və həm də mən bunu özüm bilərək razılıq verirəm deyə burada etik bir narahatçılıq olmur. Eyni şəkildə süni zəka da bizə hansı bir məsləhət verəndə və onun riskləri bizə tam izah olunanda ki, bax biz bu süni intellekt modelindən sənin üçün istifadə edirik, amma bunun belə bir əks təsiri var, amma sənə belə bir faydası da var, yenə də qəbul edirsənmi? Bu artıq daha etik bir vəziyyət yaranır. Benefisiniz, yəni hər bir şey kimi, bütün yeni çıxan hər bir texnologiya kimi bunun da etik çərçivəsi odur ki, insanların, cəmiyyətin xeyrinə istifadə olunmalıdır, qərəzli nəticələr verməməlidir, diskriminasiyalar etməməlidir və insanların məqsədli şəkildə həyatına mənfi təsir göstərməməlidir, ancaq xeyirli işlər üçün istifadə olunmalıdır. Justice və fairness ədalətli olmaq, yəni qərar vermədə diskriminasiya etməmək, hansı insanların həyatını məhdudlaşdırmamaq kimi, bir də autonomi, necə ki demişdik, bütün avtomatlaşmış sistemlərdə insan nəzarəti mütləqdir. Hər nə qədər süni zəka alətləri hansı işləri avtomatlaşdırsa, sürətləndirsə və məsləhətlər versə belə qərar vermə yenə insanın əlində. Xüsusən də biz bunu kimin üçün istifadə ediriksə, bunun zərəri və faydası kimə dəyəcəksə, o insanın müstəqil qərar verməsi, manipulyasiyadan uzaq qərar verməsi önəmlidir. Baxmayaraq ki, süni zəka alətləri manipulyativ hesab olunur. Çünki o chatbotlar bəzən bizi manipulyasiya edə də bilir və bu autonomini təhlükə altına alır. Bu bütün etik çərçivələri nə qədər qorumağa çalışsa da, bunlarla bağlı risklər heç vaxt sıfıra enə bilmir. Süni zəkada tibbdən əlavə bir dənə də 5-ci bir etik çərçivə var, o da izah oluna bilirlikdir. Yəni, hər nə qədər modelə black box desək də, bir şəkildə onu izah etməyin yolunu tapmalıyıq və belə bir dilemma var. Biz hansı modeldən istifadə eləməliyik? O modeldən ki, həm yüksək performans, həm də izah oluna bilirliyin balansını qoruya bilir. Yəni, əgər bir model mən onu daha black box bir sistemlə əvəz edəndə daha yüksək performans vermirsə, həyatımızı daha yaxşılaşdırmırsa və bununla bərabər bir izah oluna bilirliliyi azaldırsa, mən ondan istifadə etməməliyəm. Daha sadə və izah oluna bilən modeldən istifadə etməliyəm. Yox, modelin izah oluna bilməməsi onun daha yaxşı performans göstərməsindən dolayı baş verirsə, bu halda qəbul edə bilərəm. Data ilə bağlı məsələlərə toxunmuşduq. Dediyim kimi, Data Security Posture Management deyilən bir yeni yaranmış, yəni son illərdə daha çox üzərində dialoqlar olan bir sistem var ki, bu alət vasitəsilə, yəni bu yanaşma vasitəsilə dataları prioritetləşdirmək, hansı datalar daha çox təhlükəlidir, private-dir, onları qorumalıyıq, kimə hansı əksesləri verməliyik, hansı datalardan yanlış məqsədlərlə istifadə oluna bilər. Bunları aydınlaşdıraraq mümkün qədər, düzdür, heç çox %100 müdafiə, xüsusilə indiki dövrdə mümkün deyil. Amma bunu qorumaq üçün çalışmalıyıq. İndi isə gələk ümumiyyətlə hüquqlarımızdan və datanın bizə yaratdığı, AI-ın bizə yaratdığı risklərdən danışdıq və onu da qeyd etdim ki, hər birimizin bütün müştərisi olduğumuz müəssisələrə bizimlə bağlı məlumatları silməsini tələb etmə hüququmuz var. Bu bir növ artıq bu danışdığımız risklər, danışdığımız amillər hamısı AI dövründə hansı peşələr daha gündəmdə olacaq sualına müəyyən qədər cavab da verir. Mən özüm artıq belə deyək ki, 4 ilə yaxındır ki, risk sahəsində çalışıram və təsadüfi şəkildə əslində yolum bura düşüb. Yəni, mənim heç vaxt hədəfim risk data scientisti olmaq, model risk mütəxəssisi olmaq olmayıb. Həyat məni bir növ
bura gətirib də, təsadüflər əslində biraz bura gətirib, amma bugün ən qloballaşan sahələrdən biri budur. Model validasiyası, model risk menecment və model risk auditi. Nəyə görə? Çünki digər bütün taskları demək olar ki, avtomatlaşdıra bilirik. Artıq AI bizə elə bil digər işlərimizi əvəz etməkdə kömək eləyir. Geriyə nə qalır? Onun bu işi doğru görüb görmədiyini müəyyən etmək. Model validatoru nə edir? Qurulan bütün modelləri, ya bu süni intellekt modelləri də ola bilər, generativ modellər də ola bilər, prediktiv modellər də ola bilər, yəni proqnozlaşdırma verən modellər. Bütün bu modelləri, hətta nəinki model, bəzən biraz daha mürəkkəb hesab olunan data əsaslı hesablamaları da yoxlayaraq bunun doğru işləyib işləmədiyini, yenə içində etik bariyerlər varmı və yaxud yanlış işlədiyi təqdirdə müəssisə üçün hansı risklər yarana bilər, bu risklər müəssisəyə hansı zərərləri vura bilər, məsələn, reputational bir zərərmi, onun qlobalda imicini zədələyə bilər, yaxud məbləğ olaraq ona nə qədər zərər vura bilər, qazancını nə qədər azalda bilər. Bu kimi suallar əsasında modeli validasiya etmək, onda istifadə olunan data, istifadə olunan alqoritm, model kimlər tərəfindən qurulur, istifadə olunan data icazə əsasında mı əldə olunub, hansısa icazəsiz əldə olunan bir data varmı, datada diskriminativ dəyişənlər varmı, data keyfiyyət standartlarına cavab verirmi? Məsələn, olur ki, bəzən bir sütun olur əlimizdə, yarısından çoxu boşdur və təbii ki, model bunun üzərində doğru öyrənə bilməz. Yaxud götürülən datanın həqiqətən doğruları əks etdiyinə əminikmi kimi suallara cavab verir. İstifadə olunan alqoritm data ilə və biznes problemlə uzlaşırmı kimi məsələləri araşdırır və sonda 3 bayraq olur da, yaşıl, sarı, qırmızı. Bu bayraqlardan birini verir. Yəni qırmızı o deməkdir ki, model istifadəyə yararsızdır. Sarı o deməkdir ki, istifadəyə yararlıdır, amma çoxlu təhlükələri var. Digəri də yaşıl da o deməkdir ki, ya minor səhvlər var, problemlər və risklər var, ya da yəni heç bir problem yoxdur ki, bu heç vaxt olmur. Çünki problemsiz və valid model deyilən bir anlayış yoxdur. Yəni heç bir model qurulan bu günəcən yer üzündə və bundan sonra qurulacaq heç bir model, heç bir sistem %100 keyfiyyət standartlarına cavab vermir və verməyəcək. Bizim məqsədimiz bir model validatoru olaraq odur ki, böyük təhlükələrdən daha çox bir növ şirkəti sığortalayaq. Amma burada bizim öhdəliyimiz necə? Bir model validatorun öhdəliyi nədir? Tam qərəzsiz şəkildə, bu arada bu model risk audit üçün də keçərlidir, validator üçün də keçərlidir. Hər ikisinin də məqsədi, yəni bir model iki yoxlamadan keçir. Həm validator yoxlamasından, həm audit yoxlamasından və hər ikisinin də məqsədi model necə işləyirsə, onun həm yaxşı, həm pis tərəflərini, yarada biləcəyi potensial riskləri, faydaları tam doğru şəkildə təhlil edib, obyektiv, qərəzsiz şəkildə, yəni modeli quran şəxslə bir problemi varsa da onu professionallıq xaricində quraraq və yaxud modeli quran şəxsi çox istəyirsə də ki, bunlar əslində real məsələlərdir, real həyatda uzlaşdığımız, ola bilər ki, çox yaxın dostudur, çünki bir şirkətdə çalışırlar. Bütün bu şəxsi məsələləri, digər maraq toqquşmalarını qırağa qoyaraq tam obyektiv şəkildə model necə işləyir, onu təqdim etməkdir. Yəni və hansı bayrağa təsadüf edir, yəni qırmızı, sarı və ya yaşıl xal alırsa, bunu doğru şəkildə əks etdirməkdir. Artıq ondan sonra bu model istifadə olunacaqmı, olunmayacaqmı, buna şirkətin rəhbərliyi qərar verir. Yəni burada model validatorun və model auditinin öhdəliyi sadəcə nəticələri doğru təqdim etməkdir. Elə hal ola bilər ki, model qırmızı olsun, yəni çox bərbad bir model olsun, amma istifadəyə verilsin hansısa əsaslı səbəblərdən və buna şirkət rəhbərliyi okey verir. Kim də razılıq verirsə, məsuliyyət razılıq verən tərəfdədir. Yəni AI gündəmində məsuliyyətlərin doğru bölüşdürülməsi çox önəmlidir və hər kəsin öz məsuliyyətini dərk etməsi çox önəmlidir. Çünki bunlar bəzən qarışanda, xüsusən də krizis vəziyyətlərində hamı başlayır bir-birini günahlandırmağa. Ona görə də bu model risk menecment tədrisində mütləq şəkildə öyrədilir. Digər bir məsələ model risk menecment komandası olur ki, bu da həm validasiya prosesləri, həm digər prosesləri nəzarətdə saxlayan bir departament olur. Modellərin vaxtlı-vaxtında yenilənməsidir, digər monitorinq edilməsidir, nəzarətdə saxlanılmasıdır, hansısa bir problem baş verməsin, bunları gündəmdə saxlayır. Bugün AI-ın sürətlə inkişaf etdiyi dönəmdə hansı sahədə inkişaf edə bilər? Biri bu model risklərindən müdafiə
edən sahələrə yönəlmək, həmçinin ola bilər ki, cyber security-ni də bura daxil eləyək, data security-ni, data governance, müəyyən qədər data engineering-i də bura daxil etməklə bu sahələrə yönəlmək. Bir də avtomatlaşdırma sahələrinə. Bugünkü gündə əslində ixtisaslaşmadan daha çox müəyyən bir sahə özü ixtisaslaşıb. Tutaq ki, ola bilər ki, siz automation flow üzərinə ixtisaslaşırsınız, N8-də müəyyən alətlər qurursunuz və müəyyən qədər amma digər bir ixtisasınızla əlaqəli olan, amma tam da sahəniz olmayan biliklərə də yiyələnmək tələb olunur. Burada ekranda gördüyünüz cihazı bəlkə müəyyən qədər tanıyırsınız. Türkçə buna İsveç çakısı deyirlər. Yəni, eyni anda bir neçə aləti özündə birləşdirən bir alətdir və çox kiçikdir, səmərəlidir. Müəssisələr də adətən bir sahə üzrə ixtisaslaşsa da, digər sahələrdə anlayışı olan insanlar axtarır və mütləq surətdə hard skill olaraq həm prompt engineering, həm automation, bu dediyim kimi N8-dir, Zapier'dir, bu kimi toollardan istifadə edə bilən və yaxud RAG modellər qura bilən insanlar axtarırlar, hansı ki AI botlarını və yaxud başqa avtomatlaşdırma botlarını səmərəli şəkildə və təbii ki, data təhlükəsizliyini qoruya bilən şəkildə ki, bu tərəfini də anlamaq önəmlidir. Çünki ola bilər bəzən şirkət sizdən nəsə istəsin, amma onun gözləntisi odur ki, orada potensial bir data breach yarana bilərsə, data oğurlanması halına şərait yaradırsa bu həll yolu sizin onları xəbərdar etməyinizdir bir texniki tərəf olaraq ki, biz bunu həyata keçirə bilərik, amma burada bu problem baş verə bilər. Bütün bunlarda anlayışı olan bir mütəxəssis axtarırlar və hər şeyin avtomatlaşa bildiyi vəziyyətdə nələr avtomatlaşa bilmiş, tənqidi düşüncə və etik mühakimə bacarığı. Bugün müsahibələrdə, məsəl üçün, mənim özümün ən çox rast gəldiyim suallardan biri budur ki, AI dövründə hansı etik bariyerləri görürsünüz, hansı riskləri görürsünüz? Məhz bu suallara cavab tapa bilən insanlar soft skill olaraq da bunları daha çox ön plana çəkirlər. Bu insanların müsahibələrdən uğurlu nəticə əldə etmə ehtimalları daha çox artır. Burada ekranda gördüyünüz alətlərdən hansıları tanıyırsınız? Notebook LLM, OpenAI, N8. Flow bizdə front əsasında videolar hazırlaya bilən Google-un alətidir. 8 saniyəlik videolar hazırlayır. Mən özüm də burada arada klipləri falan hazırlayıram. Hələ ki hazırlamamışam. LangChain bu böyük dil modelləridir. Xüsusən də RAG modelləri qurulanda məhz bu alətdən istifadə olunur. Yəni, hansısa dil modelini sırf sizin şirkətin məqsədləri üçün və ancaq o suallara cavab verən uyğun bir tool halına gətirmək kimi həll yollarında. N8 mən çox istifadə etdiyim və şəxsi layihələrimdə üst tutduğum bir alətdir. Bu alətin biraz interfeysini sizə göstərmək istəyərdim. Burada məndə açıqdır, yes. Ekranımı görürsünüz də. Aha, göstərir. Aha. Burada məsələn içində AI aləti olan flowlar da yaratmaq mümkündür. Hansı ki, mən tutaq ki, bir mətn yazım, bir mesaj yazım. Tutaq ki, WhatsApp-dan bir mesaj yazım, o geçsin GPT-yə, GPT onu təhlil eləsin. O mesajın təhlili əsasında deyək ki, nə etməlidirsə ona qərar versin, yaxud mən flowunu müəyyənləşdirim ki, mətni alsın, mətnin içindən nə isə çıxarsın, mənim cümlələrimi səliqəyə salsın, ədəbi cümləyə çevirsin, tutaq ki, AI vasitəsilə sonra onu tutaq ki, LinkedIn postu kimi paylaşsın. Bu şəkildə mənim işimi yüngülləşdirəcək avtomatlaşdırmalar hazırlamaq üçün nəzərdə tutulmuş bir alətdir. Çox müxtəlif funksiyonallıqları var. Amma burada da risk var da datanın oğurlanmasında. Bəli, ona görə bura bunu məsəl üçün nələrdə istifadə etmək olar? Bu arada, yəni dediyim kimi, data oğurlanması riski əslində süni intellektlə bərabər çox gündəmə gələn riskdir. Amma bu süni intellekt cihazları, süni intellekt alətləri yaranmamışdan qabaq da mövcud olan bir riskdir. Nəyə görə? Çünki bütün alətlərdə
bizim data gedir harası oturur. Data gedib kiminsə serverinə oturdusa, o deyir söz ağızdan çıxdı, sənin deyil. Data da sizdən çıxanda sizin olmur artıq. O yəni düzdür, ortada legal müqavilələr və s. var. Amma baş verdisə, verdi də tutaq ki, oğurlandısa, oğurlandı. Siz ona deyin ki, mənim hüquqlarımı tapılamısan, yəni sizə dəyən ziyan dəymiş olur. Maksimum siz kompensasiya ala bilərsiniz, məhkəməyə versəz filan. Yəni bu risk olur. Ona görə də bundan məsəl üçün nə üçün istifadə eləmək olar? Task management applərində istifadə etmək olar ki, yəni taskların adında o qədər də konfidensial bir şey olmaya bilər. Yəni konfidensiallıq olmayan yerlərdə və yaxud şirkətdə məsələn müştəridən gələn sorğuları cavablandırmaq kimi, tutaq ki, şəxsi məlumatların verilmədiyi suallar, nə bilim, sizdə filan bir restorandır deyək, filan vaxtda yer rezerv etmək istəyirəm, rezervasiya açıqdırmı kimi. Yəni bu, yəni təbii ki, critical thinking-lə formalaşmalıdır ki, hansı halda istifadə etmək olar. Onu da siz artıq data privacy anlayışlarını, data security anlayışlarını biləndə, GDPR-ı biləndə bu cür hüquqi məsələləri bilmək də bugün çox önəmlidir və bir kadrdan müəyyən qədər tələb olan, demirəm, yəni əzbər heç kəs heç bir qanunvericiliyi, heç bir framework-ı bilmir. Amma bunları müəyyən qədər biləndə bununla bağlı qərar vermə edə bilir. Əlavə kodinq biliyi tələb etməyən əslində sadə bir tooldur, amma funksiyonallıqları çoxdur deyə həm praktika ilə bunu həm də müəyyən kurslar götürməklə öyrənmək mümkündür. Sizdə ödənişsiz versiyadır, yoxsa lokal? Yox, ödənişli də indi. Aha, amma belə də deyəsən işləmək olur, yoxsa şərtdə 14 günlük ödənişsiz versiya verir. Bəzən 14 gün, bəzən 1 aylıq. Bəs bu təhlükəsizliklə bağlı vurğuladınız. Orada ChatGPT-də nastroyki hissəsində orada bir məqam var ki, mən onu söndürə bilirəm. Yəni orada mənim datamı modelə verməsin. O halda belə, söndürüldüyü halda beləmi? Bəli, bəli. O datanın model performansının yaxşılaşdırılmasında istifadə etməsini əngəlləyir. Yəni hansı model sizin model üçün yaxşılaşdırır, amma ümumi public üçün yaxşılaşdırmasında istifadə etmir. Amma sizin data yenə də gəlib o serverə oturmalıdır, yoxsa o sizin sualları cevablaya bilməz. Ona görə də sizin data sizdən çıxmış olur və OpenAI şirkətindən məxsus və yaxud onun kirayə elədiyi, onun xidmətindən istifadə etdiyi, çünki server təqdim edən şirkətlər var da, məsələn, biri elə AWS, Azure, sonra yəni Google Drive məsələn bir cloud texnologiyasıdır, Google-un özünün serverləri. Bunlardan hər hansı bir və yaxud adı çox belə məşhur olmayan bir server şirkəti ola bilər, bu işlə məşğul olan şirkətlər ola bilər, o kirayələmiş də ola bilər, özünə məxsus olmaya da bilər. Günün sonunda başqa bir şirkətə məxsus kompüterdə sizin datanız oturmuş olur və bu sizin bütün xidmətlərdən istifadənizdə baş verən bir şeydir. Sadəcə burada şirkətlər fikir verirlər ki, indi şərtlər hansıdır. Çünki şirkətlərin əksəriyyəti görürsünüz, Google istifadə eləmir, Microsoft istifadə edir. Microsoft təhlükəsizliyə daha çox önəm verir, daha çox korporativlərə fokuslanıb və s. ona görə bu belə ola bilir. Bunu artıq belə deyək, o şirkətlər həm infosec komandası ümumiyyətlə mütləq surətdə yeni bir alət alınırsa, yeni bir alət istifadəyə verilirsə, o nə məqsədlə istifadə edilir, ora hansı datalar gedəcək, bu süni intellekt aləti olmasa belə, bunu nəzarətdən keçirir və gün sonunda okey verməlidir ki, razılıq verməlidir ki, bundan istifadə etmək olar, olmaz, edilirsə hansı məhdudiyyətlər verilməlidir. Çox sağ olun. Siz sağ olun. Qayıdaq yenə təqdimata. Bu alətlərin hər biri əslində bundan daha artığı süni intellektlə təmin olunmuş alətlərdir və bunlar bizim işimizi rahatlaşdırır. Məsələn, mən həmişə notebook LM-dən istifadə edirəm. Hətta bu təqdimatın slaydlarını da promptlar verərək notebook LM-də hazırlamışam. Düz bir neçə, belə deyək, çox qısa bir şəkildə hazırlamamışam. Fərqli hissələrini ayrı-ayrı təqdim etmişəm. Amma yəni notebook LM-dən istifadə edərək hazırlamışam. Bunun özəlliyi odur ki, siz bura istədiyiniz materialları, linkləri daxil edə bilirsiniz. Onun sizə icmalını çıxarır və o icmal əsasında daha sonra təqdimatlar, audio icmallar hazırlaya bilirsiniz, videolar hazırlaya bilirsiniz və bununla bağlı təqdimat hazırlayıb artıq
hardasa çıxış edə bilərsiniz, kiməsə göndərə bilərsiniz. Əlbəttə ki, burada yenə nə rol oynayır? Hazırladığınız və notebook elemin məhsulu olan materialı gün sonunda özünüz yoxlamalısınız ki, orada heç bir xəta olmadığından əmin olasınız. Yenə də bu, insan nəzarətinin süni intellekt dövründə nə qədər önəmli olduğunu və bu istiqamətli peşələrin nə qədər önəmli olduğunu da vurğuluyor. Yəni, həm avtomatlaşdırma sahəsində, yəni iki istiqamət üzrə əslində özünüzü inkişaf etdirib qabağa gedə bilərsiniz. Avtomatlaşdırma alətlərini, həmçinin Cursor AI kimi sizə kod təklifləri verə bilən AI alətlərindən istifadəni bacarmaq. Təbii ki, bu əsla və əsla computer science bacarıqları, texniki bacarıqların artıq lazım olmadığı, riyazi biliklərin artıq lazım olmadığı mənasına gəlmir. Amma bu kimi biliklərlə yanaşı həm avtomatlaşdırma alətlərini öyrənmək, həm də əgər ya da istəyirsinizsə, model riski ilə bağlı, süni intellekt riskləri ilə bağlı, cyber security ilə bağlı sahələrə yönəlmək də mən elə düşünürəm ki, biraz subyektiv də ola bilər. Süni intellekt dövründə lazım olan bacarıqlardandır. Bu qədər avtomatlaşdırmanı bacardığınız qədər öyrənin. Xüsusən də hər şeyin avtomatlaşdırdığı dönəmdə öz kreativ ideyalarınıza çox, belə deyək də, kiçik görməyin, onların üzərinə gedin. Çünki əlinizin altında çox alətlər var və biz artıq düşündüyümüz hər şeyi sürətli edə biliriksə, deməli, artıq düşündüyümüz şeyləri bu sürətli alətlərlə həyata keçirməyin əsl vaxtıdır. Hər şeydən qorxmayaq, güvənmək yaxşı bir duyğudur və insana lazım olan bir duyğudur, amma mütləq şəkildə şübhələrimizi də arxa plana atmayaq və hər şeyi yoxlayaq, validasiya edək və bütün texnoloji üstünlüklərdən, bunun risklərindən bələd olaraq istifadə edək. Risklərdən özümüzü qorumağın ən yaxşı yolu